qəşəngdir. Desək ki, dedim, xırçıldasın, prosto yumuşalıb. Buna gərək donmuş vəziyyətdə yeyəsən ki, xırçılısı gələ. Normalda bunlar xırçıldamalıdır dişlərində. Prosto gərək alan kimi tez eləyərdim. Yumuşalıb artıq ona görə. Mən də dadına baxım. Görünüşü çox qəşəngdir. Qəşəngdir. Və TikTokda həmişə gördüyüm o quş südü tortu. Görün necədir, hər dəfə o oğlan o qədər tərifləyir, belədir, elədir, dəhşətdir. Kommentləri oxuyuram, kommentdə heç tərifləyən yoxdur. Prosto yenə də o qədər belə şey yeyir ki, ağzımı suya axırdı yəni. Dadına baxın. Hər dəfə oğlan göstərir, vay, möhtəşəm, super. İnanın ki, ekstra heç nə yoxdur. Mən özüm ballı tortu çox gözəl pişirirəm, çox sevirəm özə ballı tortu. Yəni, aralarında yer və göy qədər fərq var. Sadəcə yumuşaqdır. Pis deyir, yaxşıdır, amma o videoda şou göstərir ha, yəni o deyil. O deyil. Hər gördüyümü yürüb almaq olmaz. Bunları amma bəyəndim. Çox dadlıdır, amma çox baxadır. Bir dənəsi 12 manata. Çox baxadır. Yəni, dıngılı balaca bir şeydir. 12 manat. Almayın, ağlınız olsun. Hər gördüyünüzü yürüb almayın.